Tehran şəhərində İslam İnqilabı meydanında öldürülən İranlı generallarla vida mərasimi keçirilir. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə Ramazan müharibəsi zamanı həlak olan bir qrup yüksək rütbəli komandan və dövlət rəsmisinin dəfn mərasimi başlayıb. Vida mərasimi keçirilən şəxslər bunlardır: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Pakpur, Milli Müdafiə Şurasının baş katibi Admiral Əli Şamxani, Ali Baş Komandan Ofisinin rəisi General-Mayor Məhəmməd Şirazi, İlahlı Qüvvələrin Müdafiə və Dəstək Naziri General-Mayor Əziz Nəsirzadə, Ali Baş Komandan Ofisinin rəisi General Dareh Bağı, General Əli Tacik, General Davud Əskəri, General Hüseyni Motləq, General Babayan, General Hilali və General Rezayan.